Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkətini bərpa etməyə hazırlaşır. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumata görə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramının icrası çərçivəsində Xırdalan güzdək sahəsində dəmir yol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası tamamlanıb və dəmir yolu ilə sözü gedən istiqamətdə sərnişin daşınmanın bərpası üçün hazırlıq işlərinə başlanılıb. Hazırda Xırdalan-Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir. Eyni zamanda bu istiqamətdə təyin olunacaq yeni reyslər üzrə istismara veriləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir. Bütün bu işlər başa çatdıqdan sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə qatarların Sumqayıta hərəkəti yeni tədris ili başlayana qədər bərpa olunacaq. Sözü gedən qatarlar həmişəki qaydada həftənin bütün günlərində mövcud dayanacaqlar üzrə hərəkət edəcək.